Esselamu ala men bəka aleyhi əhlül cənnə. Bir salam İmam Hüseynin ziyarətindədir. Salam olsun o kəsə ki, onun üçün cənnət əhli ağladı. Deyirlər, bunun mənası bir nədir? Mənası budur ki, yəni ona ağlayanlar cənnət əhlidir. Yəni cənnət əhli onu ağlayar. Yəni onun yanğısı, kürəkdə yanğı var onunla bağlı. O yanğı cənnət nemətinə çevirirlər. Cənnət neməti olar. Yəfrahunə li fərahina və yəhzənunə li huznina. Tərəfdarlarımız deyir o kəslərdir ki, bizim şad günümüzdə şad olarlar, qəmli günümüzdə qəmli olarlar. Mən bu öz sözüm deyil, bir alimin sözüdür, ondan eşidib öyrənmişəm bunu və ağlıma da batır, çox da yaxşı sözdür. O deyir ki, şadlanmaq məqamı hüzn məqamından üstündür. Deyirlər, niyə? Deyir, ona görə ki, hüzündə məzlumiyyət sənə kömək eləyir. Axı, bu qədər məzlumiyyət, qətil, bu qədər haqsızlıq, Kərbəlada körpə uşaqlara zülüm, bütün bunlar səndə təbii olaraq hüzün yaradır. Amma fərəh üçün gərək özündə mərifət olsun ki, sevinəsən ki, bugün Hüseyn dünyaya gəlib. Burada köməkçi vasitə yoxdur. Qəmin yaranmağına vasitə o hadisənin faciəvi yönüdür. Orada olan o faciəli hadisələr istər-istəməz səndə qəm yaradır. Amma sevinci səndə heç nə yaratmır. Sevinci sən gərək mərifətlə şad olasan ki, Hüseyn dünyaya gəlib sevinmək lazımdır. Allah Hüseyni bəşəriyyətə verib. Təsəvvür eləyin, bir dənə sizə söz deyim də bir dəqiqə. Məsələn, təsəvvür eləyin ki, İmam Hüseyn gəlməmişdi dünyaya. İndi biz yaşayırıq, Hüseyn yoxdur. Allah onu tanımamışdı onu məsələn. Görün həyatımızda nə qədər boşluq olardı. Görün, təsəvvür edin, yəni Hüseynin olmamağını təsəvvür edib, şadlanasan ki, nə yaxşı sən dünyaya gəldin. Sən birdən Allah səni bu dünyaya göndərməzdi, biz sən adınla tanış olmazdıq. Sənin məzarınla ziyarətinə gedə bilməzdik. Sən anlayışlı bizim üçün olmasaydı, nə qədər həyatımızda boşluq olardı. Nə böyük minnət qoymuşsunuz bizə ki, dünyaya gəlmişsiniz. Və buna görə sevinməyə dəyərdir ki, bugün Hüseynin doğulduğu gündə adam səhərdən dura, axşamından, gecəsindən halı yaxşı ola, şad ola. Bax, indi Aşura deyil ki, sənə müsibət desinlər, ağlayasın, müsibət deyirlər, burada heç nə demirlər sənə. Burada sən bilirsən ki, İmam Hüseyin dünyaya gəlib. İmam Hüseyin dünyaya gəlib və sən sevinirsən. Və bu təşviqi haldır insanda. Bildiniz? Yəni, özü-özünə özündə yaranmalıdır, içdən yaranıb qaynamalıdır.